Erkən boşalma xəstəlikdir. Cinsi həzzin alınması üçün minimum 5-6 dəqiqə nəzərdə tutulur. Erkən boşalma xəstəlikdir. Yox, erkən boşalma xəstəlik deyil. Bu sadəcə olaraq sinir psixoloji duruma aid olan bir məsələdir. Yəni ki, bəzi insanlarda, bəzi kişilərdə bu problem əvvəldən tez baş verdiyinə görə onlar elə başa düşürlər ki, bu artıq onlarda xəstəlik formasındadır və yaxud da artıq müalicə olunan deyil və s. və ona görə həvəsdən düşürlər, həyata qarşı, seksə qarşı maraq enir. Ümumiyyətlə, 1 dəqiqəyə qədər olan əlaqələr erkən boşalma sayılır. Amma bəzi hallarda, bəzi pasientlərdə bu 3-4 dəqiqə çəksə də yenə də onları qane eləmir. Çünki həqiqətən də normal cinsi əlaqə, normal cinsi funksiyanın idarə olunması və cinsi həzzin alınması üçün minimum 5-6 dəqiqə nəzərdə tutulur. Amma bəzən bu rəqəm dəyişə bilir. Ümumiyyətlə, bu barədə dəqiq məlumat yoxdur ki, norma neçədir. Hər bir şəxsin, hər bir cütlüyün bu qarşılıqlı münasibəti onlara aid olduğuna görə burada vaxt zaman məhdudiyyəti yoxdur. Amma ümumiyyətlə isə erkən boşalma yaxşı bir hal deyildir və bunun qarşısı alınmalıdır ki, cütlüklər arasında normal harmoniya, normal münasibət formalaşsın. Ümumiyyətlə isə 6-8 dəqiqə cinsi münasibətdə normal hesab edilə bilər.